İran-İsrail müharibəsi İrandakı rejimi çöktürə bilərmi? Yaxud ölkədəki müxtəlif xalqlar müstəqillik uğrunda mübarizəyə başlayacaqmı? Əslində bu suala cavab tapmağa çalışıb. İyunun 13-dən etibarən İsrailin İranı intensiv bombalaması nəticəsində ölkənin infrastrukturuna ciddi ziyan dəyib, dinc əhali arasında itkilər var. Əslində nüvə proqramını dayandırmaq məqsədi ilə İrana hücum etdiyini deyən İsrail hökumətinin başçısı Benyamin Netanyahunun verdiyi müsahibələrdən və İran xalqına bu xüsusda müraciətindən belə başa düşülür ki, onun hədəfi həm də İrandakı İslam dövlətinin yıxılmasıdır. Cümə günü müraciətində İsrail baş naziri İran xalqına xitab edərək üsyana çağırış etmiş və demişdi ki, İsrail öz hücumu ilə onun üçün şər və despotik rejimdən azadlığa aparan yolu təmizləyir. Hazırda bu mövzunu müzakirə edən bir çox ekspertlər və təhlilçilər hesab edirlər ki, İranda rejim çox güclüdür və müharibə zamanı hakimiyyətə qarşı çıxa biləcək istənilən etirazlar qəddarlıqla yatırılacaq. İsrailin cəsusu damğası ilə böyük repressiya dalğası başlaya bilər. Çünki müharibə şəraiti hakimiyyətə davranışlarında sərt olması üçün azadlıq verir. Məsələn, İranla İraq arasındakı müharibənin nəticələrini təhlil edən araşdırmaçılar yazırlar ki, İranın dini lideri 8 illik müharibədən daxildəki rəqiblərindən qurtulmaq üçün istifadə etdi. Almaniyada yaşayan siyasi elmlər üzrə professor Savaş Gənc özünün YouTube səhifəsində İsrail-İran müharibəsini təhlil edərək bildirib ki, arxasında xalq dəstəyi olmayan və çox repressiv bir rejim olan İranın hakim elitasının bütün strategiyası İslam dövlətini yaşatmaq üzərində qurulub. İsraillə savaş, yaxın şərqdəki bütün çabalar və həmlələr rejimi yaşatmaq üçün həyata keçirilən taktiki addımlardır. Əslində İrandakı rejim gücünün çox böyük bir hissəsini içəridə rejimi yaşatmaq üçün istifadə edilən idarəetmə sistemidir. Baş verənlər rejimin dağılmaması üçün onu daha da sərtləşdirəcək. İranda yaşayan xalqların tarixini və mədəniyyətini araşdıran publisist jurnalist Əli Şamil də Azadlıq Radiosuna verdiyi açıqlamada eyni fikri bölüşərək deyib ki, İranda uzun illərdir müşahidə olunan etiraz dalğalarına rejim özü icazə verir. Onun sözlərinə görə daxildəki narazı ovqatdan xəbərdar olan siyasi elita ara-sıra qabaran küçə etirazları ilə kütlələrə mənfi emosiyalardan qurtulmağa, başqa sözlə, parı buraxmağa şərait yaradır və bunun ardından repressiyaları daha da sərtləşdirir. The Guardian'ın yazdığına görə 2022-ci ildə İslam dövlətinin qadınlar üçün tətbiq etdiyi geyim kodeksini pozduğuna görə həbs edilmiş Məhsa Əmininin həbsxanada ölməsindən sonra başlayan etiraz aksiyalarının yatırılması zamanı yüzlərlə insan qətlə yetirilmiş, minlərlə adam həbs edilmiş, onlarla aktivist barəsində ölüm hökmü çıxarılmışdı. İranda son illərin ən böyük etiraz dalğası kimi yadda qalan bu aksiyaların əsas kütləsi sanksiyalar və embargolar nəticəsində iqtisadi çətinliklərin yaratdığı problemlərlə üzləşən yeniyetmələr və 20 yaşlarındakı gənclərdilər. Qadın həyat və azadlıq şüarı ilə çıxış edən etirazçılar açıq şəkildə məqsədlərinin rejimi devirmək olduğunu deyirdilər. Lakin tarixi nümunələr göstərir ki, adətən ölkə hücuma məruz qalanda daxildə vətənpərvərlik güclənir və bütün narazılıqlara baxmayaraq cəmiyyət dövlətin müdafiəsi naminə birləşir. CNN yazır ki, Netanyahu ola bilsin ki, İranlıların ovqatını düzgün dəyərləndirmir və çox güman ki, İsrailin hücumları cəmiyyətdəki bütün qəzəbi ona qarşı yönəldəcək və daxili problemlər müəyyən müddətə ikinci plana keçəcək. Bütün həyatları boyu azadlıq və ədalət uğrunda mübarizə aparan İranlı aktivistlər bilirlər ki, Netanyahu kimi adamlarla onların dəyərləri arasında fərq var. Onlar bilirlər ki, Netanyahunun sağ hökuməti onların dəyərlərinə uyğun deyil. İran çoxmillətli ölkədir və burada yaşayan Azərbaycanlıların, Kürdlərin, Bəlucuların azadlıq uğrunda mübarizəsi haqqında zaman-zaman məlumatlar yayılır. Siyasi şərhçi Şahin Cəfərlinin fikrincə İsrailin İrana hücumu həm də onu içdən parçalamaq məqsədi daşıyır. O, Facebook səhifəsində yazır. İran təkcə İsrailə təhdid yaratdığı üçün hədəf seçilməyib. Baş verənlər həm də Orta Şərqdə Kürd dövlətinin yaradılması layihəsinin tərkib hissəsidir. Öncə Səddam rejimi məhv edildi və ölkənin şimalında Kürdistanın təməli qoyularaq İraq faktiki bölündü. Sonra Suriyada məlum hadisələr baş verdi. Nəticədə Əsəd rejimi devrildi. Hazırda Suriyanın da şimalında de facto Kürd muxtar bölgəsi var. Növbə İrana çatıb. İyunun 16-sında Yerusəlim Post qəzeti bir neçə Kürd partiyalarının bəyanatlarını yayaraq yazıb ki, Kürdlər kütləvi etirazlara çağırış edirlər. İran Kürdistan Demokratik Partiyası bəyanat yayıb ki, rejim hakimiyyətdə qaldıqca vəziyyət daha da pisləşəcək. Ona görə də İran vətəndaşlarının bu böhrandan və qaranlıqdan xilasının birinci və ən vacib şərti bu rejimin tamamilə aradan qaldırılmasıdır.
Müharibə İranda yaşayan xalqların müstəqillik uğrunda mübarizəsini alovlandıra bilərmi? İran xalqlarını yaxından öyrənən publisist jurnalist Əli Şamil deyir ki, tarixən federativ dövlət olan İranda əsrlər boyu çox sayda fərqli etnik xalqlar yaşayıblar və onların bəziləri zaman-zaman İran taxt-tacında oturub, ölkəni şahənşah idarə edib, ayrı-ayrı tayfalar, elatlar müstəqil yaşayıblar. Ancaq ölkə təhlükə ilə üzləşəndə bu xalqlar bir yerdə döyüşüblər. Əli Şamil bildirir ki, İraqla müharibədə də belə olub, indi də belədir. Müstəqillik uğrunda mübarizə aparanlar isə çox kiçik qruplardır. Mübarizə İranın dağılıb, parçalanıb çoxlu dövlət qurulması uğrunda mübarizə deyil. Oradakı mübarizə insan haqları uğrundadır. Onlar demirlər ki, İran dövləti dağılsın, biz öz müstəqilliyimizi Azərbaycanda, Qaşqayıstanda və yaxud da Gilanda biz dövlətimizi quraq. Onlar deyirlər ki, bizim hüquqlarımız verilsin, biz azad və firavan yaşayaq. Yəni, orada xalqların hamısının hüquqları toptalanır. Əhali ölkədə ədalətsizliyə qarşı etiraz eləyir. Yoxsa bizim orada başa düşdüyümüz, buradan baxanda, orada əhalinin böyük əksəriyyəti hamısı rejimə qarşı qalxıb, ayrı-ayrı müstəqil dövlətlər qurmaq istəyir fikrindən çox uzaqdırlar. Burada əsas mübarizə nədir? Ölkədə haqq ədalət olsun, ölkədə iqtisadiyyat düzəlsin. Böyük güc yoxdur ki, İranı ayrı-ayrı kiçik dövlətlərə parçalasın. O fikirdə olanların sayı çox azdır, əksəriyyəti də xarici ölkədədir. Bu mövzuda Azadlıq Radiosuna açıqlama verən Azərbaycan Milli Dirəniş Təşkilatının sözcüsü Məcid Cəvadi deyir ki, İranda yaşayan xalqlar fərqli yanaşma ilə olsa da öz müqəddəratları uğrunda mübarizə aparırlar. Bu xalqların bəziləri istiqlal, bəziləri federalist və konfederalist yolla müqəddəratlarını həll etmək istəyirlər. Məcid Cəvadın fikrincə müharibənin rejimi zəiflədərək çökdürəcək ehtimalı çox güclüdür. O, istər savaş, istərsə də savaşdan sonra rejimin zülmü altında olan xalqların mərkəzi hakimiyyətin ətrafında birləşmək istəyində olacağını düşünmür. Təbiətən istəyəcəklər ki, öz müqəddəratlarına hakim olsunlar və adil, özgür, demokratik bir yönetim altında yaşasınlar. İndi o necə gəlişər, tam müstəqil ölkələr formasında mı olar, yoxsa ayrı federal bir İran Cumhuriyyəti formasında mı olar? Təbii ki, o millətlərin istəyi ilə bərabər dünya və bölgənin dəngələri ilə də əlaqəli bir şeydir. Onu biraz məncə zaman göstərir. Bu arada sosial şəbəkələrdə ABŞ-də yaşayan Rıza Şah Pəhləvinin oğlu Rıza Pəhləvinin İsrailin hücumlarına haqq qazandıran və İran xalqını rejimə qarşı üsyana çağıran müraciətləri yayılmaqdadır. Əslən Güney Azərbaycandan olan İran prezidenti Məsud Pezeşkiyan xalqa müraciətində hamını birliyə çağıraraq bildirib ki, İran xalqı ona qarşı həyata keçirilən aqressiya qarşısında birləşməli və qətiyyətli müqavimət göstərməlidir. Dünya mediası yazır ki, xaricdə yaşayan və rejimə qarşı çıxış edən İran məşhurları İsrailin hücumundan sonra qəzəblərini ifadə ediblər və bütün aktivistləri İsrailin hücumuna qarşı birləşməyə çağırıblar. Anonimlik şərti ilə ayrı-ayrı İranlı jurnalistlərdən açıqlama alan CNN yazır ki, onlar müharibə getdiyi dövrdə İranlıların demokratiya və azadlıq uğrunda mübarizə aparmayacaqlarını, İran əhalisinin ölkənin müdafiəsi, öz doğmalarının təhlükəsizliyi uğrunda mübarizə aparacağını bildiriblər. Lakin bəzi İranlı jurnalistlər hücumlar nəticəsində İran rejiminin zəifləyəcəyini və müharibənin onun devrilməsi üçün təkan ola biləcəyini istisna etməyiblər.